Mesenatçılar üçün özəl gün yoxdur. Çünki bütün günlər özünə görə özəldir. Amma bayramlaşmağı, özəl gündə yad olunmağı insanlarımız çox sevir. Məhz bunun üçün mesenatçılar bu bayram ərəfələrində ehtiyaclı ailələrə ərzaqlar, dərmanlar və yolka, oyuncaqlar, işıqlarla təmin etdilər. Hətta bəzilərini özləri yığıb təhvil verdilər. Burada məqsəd insanların sevincini, emosiyasını qazanaraq motivasiya qazanmaqdır. İllərdir gördüyümüz işləri çəkib paylaşmağımız bizə böyük bir ordu qazandırıb. Hansı ki, bütün məsələlərdə, ehtiyaclarda WhatsApp qrupu üzərindən bizə dəstək olurlar və biz daha əl çatan oluruq. Getdiyimiz ünvanlardan biri də Mişuqabadda idi. Ərzaq, yolka, işıq, oyuncaqlar və sairələr aparmışdıq. Evdə uşaqlar da var idi. Çox sevinirdilər. Bir gözəl nənə də var idi. Qərara gəldik ki, gətirdiyimiz yolkanı yığaq, oyuncaqlarını taxaq, işıqlarını qoşaq və onları sevindirək. Mesenatçı Tahir deyir ki, olunan köməkliklərdə əsas kömək deyil, köməyin təsir dairəsidir. Yəni, olunan kömək ailənin hansısa məsələsini həll edə bilirmi? Edə bilirsə, demək ki, kömək hədəfə çatmışdır. Ağac qurulduqca və bəzəndikcə uşaqların emosiyası, uşaqların sevinci ən pik həddə idi. Bizə də bu işdə hər işdə olduğu kimi həmən o emosiyaları qazanmaq və onların şahidi olmaqdır. Mesenatçımız Tahir uşaqlar üçün də hədiyyələri də unutmamışdı. Uşaqlara hədiyyəni təqdim etdi və onların sevinci daha da artdı. Sosial mediada belə bir deyim var ki, elədiyin yaxşılığı çəkib göstərmə. Biz çəkib göstəririk. Çünki illərdir çəkilişlərlə bizə gələn insanlar hansı məqsədlə bu işi gördüyümüzü çox yaxşı bilirlər. Siz isə bu yolları gəlin, çəkib və göstərməyin. Əsas odur, negativlər yazmaqdansa insanlara bir faydanız dəysin. Növbəti ünvanımız Piriküşgül kəndində idi. Kifayət qədər yolu var idi və çox kənarda yerləşirdi.